Los Angeles, Hollywoodun parıltısı, dünya ulduzlarının məskəni və ABŞ-nin ən məşhur şəhərlərindən biri. Bu şəhər yalnız kino sənayesi ilə deyil, həm də günəşli iqlimi, geniş çimərlikləri və rəngarəng mədəniyyəti ilə tanınır. Əziz izləyicilər, bugün sizə Los Angeles'ın ən məşhur çimərliklərindən biri Venice Beach, yəni Venice çimərliyi haqqında danışmaq istəyirəm. Venice çimərliyi özünə məxsus olan mədəniyyəti və özünə məxsus görüntüləri ilə fərqlənir. Gəlin Venice'in tarixinə birgə nəzər salaq. Bura sadəcə bir çimərlik deyil, eyni zamanda küçə sənəti, idman və fərqli insanların bir araya gəldiyi dinamik bir məkandır. Çimərlik boyunca uzanan bu piyada yolu Venice'in ürəyidir. Küçə musiqiçiləri, rəssamlar, performansçılar burada toplaşaraq ziyarətçilərə unudulmaz anlar yaşadırlar. Dünyanın ən tanınmış skateboard parklarından biri məhz buradadır. Gənclər və peşəkar skeytçilər məkana gələrək istedadlarını nümayiş etdirirlər. Muscle Beach 1930-cu ildən bəri açıq hava idman meydançası kimi fəaliyyət göstərən bu yer dünya bodybuilding tarixinə düşüb. Basketbol meydanları. Venice Beach'in basketbol meydançaları küçə basketbolunun ən rəqabətli oyunlarının keçirildiyi məkanlardan biridir. Bir çox NBA oyuncusu burada öz karyerasına başlayıb. Venice Beach təkcə fitness ustaları və idman həvəskarlarının deyil, digər turistlərin də sevimli məkanıdır. Bir çox turistləri mülayim hava cəlb edir. Bura ən yaxşı ziyarət vaxtı yaz və yay ayları, xüsusilə gün batımı vaxtıdır. Giriş tamamilə pulsuzdur. Bura gələrək siz də velosiped sürmək, skateboard, günəş vannası qəbul etmək, küçə sənətçilərini izləmək və basket kimi məşğuliyyətlər əldə edə bilərsiniz. Venice çimərliyi Los Angeles'in enerjisini və ruhunu hiss etmək istəyənlər üçün əvəzolunmaz bir məkandır. Bura gələn hər kəs şəhərin azad və rəngarəng atmosferini duyur. Nurlan Şükürlü, Kamal Hüseynli, Tofiq Ağayev, Kaliforniya, Los Angeles.